ayrı. Demək, əvvəla hər birinizi salamlayıram. Burada mən uzun müddət bilirsiniz, diasporla işləyirəm və buradakıların hər birisi ilə birbaşa dolayısıyla əməkdaşlığımız olub. Getmişəm şəhərdə, yaşadığı ölkələrdə hamı birindən görüşmüşəm. Burada mənim hətta görürəm, xaricdə yaşayan, vaxtilə mənim həmkarım olan dostlarımız da var. Bütün hər birinizi, dünya Azərbaycanlarını salamlayıram, xoş gördük. Vaxtınızı ayrı bu tədbirə, ana dilimizin qorunması, ana dilimizi unutmuruq adlı bu tədbirdə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Demək, diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi İctimai Birliyi tərəfindən may ayının 1-dən başlayaraq 3 aylıq ana dilini unutmuruq adlı layihə həyata keçirilir. Layihənin maliyyə dəstəyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agenti tərəfindəndir. Biz bir neçə dəfə bu istiqamətdə xaricdəki Azərbaycanlıların, xüsusən gənclərimizin milli düşüncəsi inkişafına, ana dilin rolu ilə bağlı, milli mənəvi dəyərlərin bağlı tədbirlə layihə eləmişik. Bu da bizim növbəti layihəmizdir. Ana dilini unutmuruq adlı layihənin məqsədi xaricdəki Azərbaycanlılar arasında ana dilinin təbliğ olunması, gələcək nəsillərə ötürülməsi, inkişaf etdirilməsinə dəstək vermək, eyni zamanda xaricdəki Azərbaycanlılar arasında Azərbaycan ana dilinin bağlılığı belə deyək də gücləndirməkdir. 3 aylıq layihə çərçivəsində müxtəlif fəaliyyətlər həyata keçirilir və layihənin əsas fəaliyyət istiqamətlərindən biri də məhz elə sizlərlə dünya Azərbaycanlıları arasında onlayn görüşün keçirilməsidir və burada məqsəd odur ki, sizlər xaricdəki Azərbaycanlılar hər biri yaşadığı öz ölkədə ana dilini necə qoruyur, təbliğ edir. Mənim deyəcəklərim bu qədər. Yəni, öncəliklə bir məsələni deyim ki, burada məqsəd odur ki, hər kəs öz yaşadığı ölkədə ana dilinin təbliği ilə bağlı, necə təbliğ edir, onunla bağlı. Yəni, burada hər bir insan burada ziyalı elita toplaşır və kimisə, yəni fərdi təcrübələrin bölüşürük, belə deyək də, təklifləriniz maraqlıdır. Yəni, burada kimlərisə ittiham eləmək, yəni bu məqsəd bu deyil. Məqsəd hər kəs dilimizin qorunması necə, bu işi necə aparır. Öncəliklə mən istərdim ki, öncəliklə onu deyim ki, layihənin partnyor qurumu Azərbaycan Milli Elmlər Akademiyasının Dilsiz İnstitutu, eyni zamanda Azərbaycan Respublikası Diasporlar üzrə Dövlət Komitəsidir. Burada Diaspor Komitəsinin əməkdaşları da var. Mən onlara da təşəkkür edirəm ki, fəal şəkildə, aktiv şəkildə bizim layihəyə qoşulublar. Mən istərdim ki, öncəliklə məruzatçı olaraq, mütəxəssis olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilsiz İnstitutunun Monitoring və Lingvistika şöbəsinin müdürü Professor Sevinç xanım Əliyeva öz fikirlərini bizlə bölüşsün. Buyurun Sevinç xanım. Çox sağ olun Fuad müəllim. Səsim yəqin ki eşidilir. Mən də hər birinizi salamlayıram. İlk növbədə Azərbaycanı xaricdə təmsil edən soydaşlarımıza, əziz həmvətənlərimizə möhkəm can sağlığı arzulayıram. Və dilimizlə bağlı bu müzakirəni də çox vacib hesab edirəm. Əvvəlki fəaliyyətinizdə də, indi də Fuad müəllim çox vacib məsələlərə toxunursunuz və dil elə bir məsələdir ki, dil bizim milli kimliyimizin göstəricisidir. Tarix, milli mənəvi dəyərlər, necə vətəndaş olmağımız, hər bir şey bizim ilk növbədə danışığımızdan başlayır. Əgər biz dilimizi unutmamışıqsa, deməli, milli mənəvi dəyərlərimizi də unutmamışıq, deməli, bunlara da sadiqik və bu barədə nə qədər müzakirələr olsa da, nə qədər çox əvvəl gözəl vurğuladınız ki, burada təbii ki, heç bir qurumu, heç kəsi tənbih etmək mümkün deyil, çünki hər kəs özündən başlamalıdır, hər kəs hər bir işə özündən başlamalıdır və mən bu işin icrası üçün, bu işin, yəni bu fəaliyyətin daha da yaxşı olması üçün, faydalı olması üçün nə iş görmüşəm?
bu işdə necə iştirak etmişəm sualını özünə verməlidir. Və burada da Azərbaycan dilinin qorunması məsələsində də bir məsələ həm də bizi arxayın edir ki, bizim dilimizin başında, ordumuzun başında olduğu kimi Dövlət Dil Komissiyasının sədri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dayanır. Mən elə onun son iki görüşdəki çıxışlarına isnad edərək deyə bilərəm ki, həm Azərbaycan Milli Elmlər Akademiyasının yubileyində, həm də yerli televiziyalara verdiyi müsahibədə də biz gördük ki, hər bir şeyin əsasında elə cənab prezidentin dilə münasibəti dayanır. Şuşamızda əziz həmvətənlərimizlə görüşdə də cənab prezident bu məsələlərlə də maraqlandı, lazımi tövsiyə və təkliflərini verdi. Həftə sonu məktəblərinin fəaliyyəti ilə tanış oldu. Yenidən, yəni o işlərin güclənməsi üçün lazımi qurumlara, lazımi insanlara tövsiyələrini, təkliflərini verdi. Biz özümüz də Azərbaycandan kənarda olanda ilk növbədə bizi burada dilimiz necə qorunur məsələsi düşündürür. Burada dilimiz necə tədris olunur və burada mütəxəssislərin yaxından iştirakı çox vacib məsələdir. Təbii ki, hər birimiz Azərbaycan dilini gözəl bilirik. Təbii ki, hər birimiz Azərbaycan dilində danışmağımızla həm Ulu Öndərin təbiri ilə desək fəxr edirik, qürur duyuruq, həm də bu işə töhfə veririk. Amma hər bir şey mütəxəssissiz, yəni mütəxəssis tərəfindən icra olunanda o fəaliyyət daha samballı olur, daha dərindən şərh edilə bilir, daha dərindən araşdırıla bilir. Ona görə də hətta biz dəfələrlə elə 31 dekabr ərəfəsində də həmvətənlərimizlə onlayn görüşlərdə də həmişə Azərbaycan dilinin tədrisində qarşıya çıxan problemlərlə qarşılaşdıq. Həmişə bu problemlərin həlli üçün yolları birlikdə müzakirə etdik və yenə də edirik. Dərsliklər mükəmməl olmalıdır. Mən düşünürəm ki, yəni mən özüm də şəxsən mən bir dilçi kimi, türkoloq kimi, Azərbaycan dilinə bütün varlığı ilə bağlı olan bir insan kimi həmişə dərslikləri araşdırmışam ki, görəsən bu dərsliklər xaricdə yaşayan ailələrdə böyüyən uşaqlara necə yol göstərəcək? Onların dostuna çevrilə biləcəkmi? Biz bir şeyi unuduruq ki, dərslik heç vaxt qrammatikadan başlaya bilməz. Yəni uşaqların tədrisindən, təhsilindən söhbət gedirsə, bilirsiniz ki, uşaqların yaş həddi nəzərə almaqla onların psixoloji vəziyyətləri, onların yaşı da bərabər qəbul etmə, mənimsəmə səviyyəsi nəzərə alınaraq ilk növbədə hərəkətlərlə, müxtəlif əşyalarla, tanışlıqlarla və biz bu dərsliklərin demək olar ki, hörmətli Fuad müəllim, hamısı ilə yaxından tanış olduq və bu məsələdə də gördük ki, həqiqətən ən mükəmməl müəlliflərdən biri hörmətli Səbinə xanım Əliyevadır. Mən onun fəaliyyətini xüsusi vurğulamaq istəyirəm ki, biz onun rəhbərliyi ilə, onun icrası ilə, onun fəaliyyəti ilə yəni ərsəyə gələn dərslikləri doğrudan da gördük ki, bunlar çox mükəmməl dərsliklərdir. Elə dünyanın müxtəlif ölkələrində ən çox istifadə olunan, istinad olunan da məhz hörmətli Səbinə xanımın müəllifi olan dərslikdir. Və elə bizim də Səbinə xanımın, hörmətli Səbinə xanım, Hüzürə xanım və Gülarə xanım olmaqla 3 müəllifin bərabər ərsəyə gətirdiyi Azərbaycan dilini öyrənirik dərsliyi də. Mən bunu mütləq qeyd etməliyim ki, bu Norveçdə yaşayan bizim çox sevimli həmvətənimiz hörmətli Yeganə xanımın təklifi ilə oldu. İlk dəfə o təklif etdi ki, yəni uşaqlar üçün daha mükəmməl nə edə bilərik, necə edə bilərik? Bu çox ciddi bir müzakirə də olmuşdu. O təklif sanki bizim ürəyimizi həm belə duyğulandırdıq bizi, həm də biz bunu vacib hesab etdik ki, doğrudan da axı bu yaş həddinə görə ən aşağı yaş həddindən başlayırıqsa, bu dərsliklər necə olmalıdır? Yəqin ki, gələn verilişlərdə, gələn görüşlərdə hörmətli Gülarə xanım bu haqda daha ətraflı məlumat verəcək. Azərbaycan dilinin qorunması hər zaman aktualdır, vacibdir. Biz, xüsusilə də Azərbaycandan kənarda yaşayan insanlar, biz sizə minnətdarıq ki, siz o milyonlarla insanların içərisində dominant dilin güclü olduğu, təsir etdiyi bir ölkədə, deməli, ölkəmizdən kənarda məhz Azərbaycan dilini yaşadan sizsiz. Deməli, Azərbaycan dilinə yanaşı milli mənəvi dəyərlərimizi yaşadan sizsiz, tarixi yaşadan sizsiz və öz ailənizdə böyütdüyünüz övladlarınıza da Azərbaycan dilini ötürə bilirsinizsə, bunun keşiyində dayana bilirsinizsə, deməli siz artıq həm belə deyək Azərbaycanın gələcəyi üçün müəyyən işlər görürsünüz. Bəlkə özünüz də bilmədən, fərqinə varmadan çox ciddi şəkildə bu işlərlə məşğulsunuz. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən insanlara, dilçilərə, mütəxəssislərə də çox yaxından köməklik etmiş olursunuz. Buna görə də mən sizin hər birinizə minnətdaram. Bu işdə görülən hər bir iş gələcəkdə Azərbaycanın gözəl, müstəqil
müstəqil, Qarabağlı, bütöv Azərbaycanın vətəndaşları üçün də bir zəmin yaratmış olur, bir körpü yaratmış olur. Və biz bu addımlarımızla gələcək nəsillərə bu mesajları ötürürük ki, bax bu dil heç bir zaman məhv ola bilməz, unudulub gedilə bilməz. Çünki bu cənab prezidentin vurğuladığı kimi 50 milyondan artıq Azərbaycanlının dilidir. Və 50 milyon Azərbaycanlı, 50 milyondan artıq Azərbaycanlının hər biri bir sözü düzgün tələffüz edib, düzgün yazacaqsa, səhər, axşam, günə ən gözəl Azərbaycan dilində başlayıb günü bundan yekunlaşdıracaqsa, bundan gözəl nə ola bilər? Mən bu işə töhfə verən hər bir insana, Fuad müəllim, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin gördüyünüz işlər, bəlkə yenə deyirəm, gələcəkdə tariximizin ən gözəl səhifələrində dayanan, duran, yəni bizi gələcəyə aparan, keçmişə qovuşduran gözəl bir fəaliyyətdir. Buna görə sizə minnətdarlığımı bildirirəm. Bütün həmvətənlərə möhkəm can sağlığı arzulayıram. Azərbaycandan kənarda Azərbaycanımızı təmsil edən hər bir kiçikdən böyüyə, böyükdən kiçiyə hər bir kəsə deyirəm ki, Dədə Qorqudun təbiri ilə demək istəyirəm ki, qoy axar çaylarınız həmişə bol sulu olsun. Qoy çaylarınız heç zaman qurumasın. Qoy dağlarımız heç zaman əksinə dikilsin. Yəni bizim o Qarabağ ərazi, yəni işğaldan deməli azad olunmuş ərazilərdə, görüşlərdə olduğu kimi o dağlarımızın gözəlliyini, o çiçəklərimizin, təbiətimizin gözəlliyini gördükcə bir daha ürəkdən Azərbaycanlı olduğumuzdan fəxr etdik, qürur duyduq və bu qürur eyni zamanda Azərbaycan dilini danışmaq bacarığımızla da bizim hər birimizin əsas vacib prioritet vəzifəsi olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun Sevinç xanım, dəyərli fikirlərinizə görə. Mən təsəvvür edirəm, bu Azərbaycandan, Azərbaycan dili ilə bağlı deyilən o sözlər, bu xaricdəki soydaşlarımız sanki bir o bulaq suyu kimi belə onlara o cür nə elə bilir, xoş gəlir. Minnətdaram Sevinç xanım. Təşəkkür edirəm. Çox sağ olun. Mən bayaq dedim, burada Diasporla İşlə Dövlət Komitəsinin əməkdaşları da işləyir. Mən iştirak edir. Mən istərdim ki, elə komitə əməkdaşlarından Zeynəb xanım Rəşidova öz fikirlərini bildirsin. Salamlayıram hər kəsi. İlk öncə təşəkkür edirəm belə maraqlı və vacib bir görüş planladığınız üçün. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq xaricdə yaşayan soydaşlarımızın ana dili, milli kimliyi və mədəni dəyərlərimizlə bağlarının qorunması da bizim üçün daim prioritet məsələlərdən biri hesab olunur. Bizim xaricdə ana dili ilə bağlı apardığımız işlərdən biri də Milli Dil layihəsidir. 2025-ci ilin aprel ayından bəri komitə bu layihə ilə əməkdaşlığa işləməyə başlamışdır. Layihənin rəhbəri Sevinç xanımdır. Özü Niderlandda yaşayır və orada fəaliyyət göstərir. Milli dilli vahid tədris proqramı əsasında Azərbaycan dili, tarixi və incəsənət mədəniyyətini öyrədən müasir bir platformadır. Layihənin əsas hədəf qrupu xaricdə yaşayan Azərbaycanlı və bilinqval ailələr və eləcə də ümumiyyətlə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər də müraciət edə bilərlər. Layihənin əsas məqsədi xaricdə Azərbaycan dilində tədris imkanlarını artırmaq, müasir metodlarla ana dilimizi və mədəni dəyərlərimizi təbliğ etmək, uşaqlarda milli kimlik, vətənpərvərlik hisslərini gücləndirməkdir. Bu layihədə belə deyim, təlim və əyləncə üsullarını bir araya gətirir. Uşaqlar Azərbaycan dilini iki personaj əsasında milli və dilli bacılarının vasitəsilə öyrənirlər. Animasiya, test, puzzle və digər virtual vasitələrlə maraqlı formada. Tədris proqramı 5-10, 11-15 və 16 plus yaş qruplarını əhatə edir və onlayn, offlayn, həmçinin self-study formatında olur. Self-study, yəni şagirdlər müəllimsiz platformaya daxil olaraq özləri istədikləri kimi öyrənə bilərlər. İstərdim ki, mən ekranı paylaşım və çox vaxtınızı almadan göstərim.
Ne oldu şimdi? Bəli, Milli Dil layihəsinin web səhifəsidir, hansı ki, şagirdlər buradan qeydiyyatdan keçərək və hesab yaradaraq daxil ola bilərlər. Gördüyünüz kimi, həm uşaqlar üçün, həm də 11-15 yaş arası gənclər üçün Azərbaycan dili haqqında, Azərbaycan tarixi, mədəniyyəti, musiqisi haqqında, incəsənət haqqında dərslərə qoşula bilərlər. Məlumatlardan faydalana bilərlər. Bu qədər. Əlavə suallarınız yoxdursa, mən çox vaxtınızı almaq istəməzdim. Çox sağ olun Könül xanım, təşəkkür edirəm. Xüsusən bu son göstərdiyiniz bu proqram, ümid edirəm ki, xaricdəki Azərbaycanlıların, xüsusən körpələrin, gənclərimizin, yeniyetmələrin ana dilinə bağlılığı ilə bağlı öz müsbət, öz effektiv təsirini göstərəcək. Mən növbəti olaraq çıxış üçün Azərbaycan dili üzrə mütəxəssis, fəlsəfə elmləri doktoru Könül Nəhmətova söz vermək istəyirəm. Salam Fuad müəllim, salam hörmətli Buyurun. iştirakçıları. Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dilinin tədrisi üzrə mütəxəssis kimi qəbul edə bilərsiniz. Mənim danışmaq istədiyim Azərbaycan dilinin tədrisi məsələsi ilə bağlı olacaq. Həm Azərbaycanın daxilində, həm də xarici ölkələrdə Azərbaycan dilinin tədrisi məsələləri. Öncə Azərbaycanın vəziyyətinə baxaq. Bizdə Azərbaycan dilinin müasir tədrisi demək əvvəl Sovet dövründə və onun 90-cı illərdəkindən 75% demək olar ki, fərqlənir. İndi Azərbaycan dili yalnız dil qaydaları üzərindən öyrədilməyə yox, eyni zamanda kommunikativ məzmun üzərindən, yəni ünsiyyət və nitq bacarıqlarına hədəflənərək tədris olunmağı kurikulum çərçivəsində standartlarla müəyyənləşib. Burada yaranan məsələ nədir? Bugün Azərbaycan auditoriyası Azərbaycan dilini yeni bir müstəvidə tədris edir, öyrənir. Təbii ki, belə deyək, biz qərb standartlarından təsirlənərək öz kurikulum çərçivəmizi yazmışıq, standartlarımızı qərb standartlarına uyğunlaşdırmışıq. Bəli, əlimizdə 2 dəfə kurikulum çərçivəsi dəyişib, yeni standartlar var. Azərbaycan dilinin demək, bugünə qədər bazasında daha çox dil qaydaları formalaşıb və bizim auditoriya, müəllimlər dil qaydalarını öyrətməyi öyrəniblər, onun metodologiyasına mənimsəyiblər. Amma məsələ ondadır ki, bugün müəllim 70... Öz iştirakını bağlayın. Çox-çox üzrlü sayın, mən belə bir təsadüf oldu ki, toyla üst-üstə düşdü bu tədbir. İndi direktorun otağından çıxış edirəm, hərdən qapını açırlar, üzrlü sayın. Demək, məsələ ondadır ki, qərb standartları 2 əsrdir ki, formalaşıb. 19-cu əsrdən etibarən onlar kommunikativ məzmunu formalaşdırıblar. Bugün Azərbaycan dilinə, tədrisinə yeni anlayışlar, yəni özümüzün yazı işlərimiz var idi. Amma oxuyub anlama, danışma məsələləri bizə qərb standartlarından gəlir və yeni anlayışlarla Azərbaycan zənginləşib. Məsələ ondadır ki, hazır olmadan bu işə başlamışıq. Bizim bugün
İlk olaraq məhz bu kommunikativ məzmun üzərində, nitq bacarıqlarının formalaşdırılması üzərində istəyir Elmlər Akademiyası olsun, istəyir universitetlərdə araşdırma institutları olsun, bunlar birləşərək həmin məzmunu hazırlamağa məsuldurlar və çox lazımdır ki, bunlar hazırlansın, onun elmi bazası formalaşdırılsın və Azərbaycan dili dərsliklərinə həmin elmi bazadan anlayışlar daxil edilsin. Nəinki, məsələn, bugün dərslik yazan müəllif məcbur olur ki, səthi olaraq il ərzində hansısa anlayışları öyrənsin, hətta internetdən səthi olaraq akademik mənbələrə enə bilmədən anlayışları gətirib dərsliyə daxil edirik. Məsələn, mənim əlimdə çox faktlar var, illərlə də bu istiqamətdə işləyirəm və narahat oluram ki, anlayışlar bizim şagirdlərə, müəllimlərə tam dəqiqliyi ilə və qərb standartlarına uyğun olmadan bəzən çatır. Məsələn, tezis anlayışı var, argumentativ mətn anlayışı var, hekayənin üç hissəli strukturu anlayışlar var ki, bunlar mühüm akademik və nitq bacarıqları formalaşdırır. Amma Azərbaycan dili dərsliklərində bu tərəf axsayır. Auditoriyanın diqqətini bu məsələyə cəlb eləmək istəyirəm ki, gələcəkdə işlərimizi bu istiqamətdə bərabər qura bilək, inkişaf elətdirə bilək. İkinci bir məsələ dedim ki, xarici ölkələrdə tədrisi məsələləri. Məsələn, Azərbaycan dilinin kurikulum çərçivəsi ola bilər ki, məsələn, Türkiyədəki Azərbaycan dilinin proqramları ilə tam üst-üstə düşməyə bilər. Bugün biz əməkdaşlıq məsələlərimiz zəif olduğundan bizim kurikulumdan gördüyümüz işləri oradakı müəllimlər bir balaca deyək ki, tam eyni ilə mənimsə, hətta öz müəllimlərimiz belə əgər eyni ilə mənimsəməyiblərsə, orada da çətinlik olar. Biz lazımdır ki, o məktəblərlə də bu əlaqəni qura bilək. İndi yaxşı informasiyalar aldım, deyək ki, xarici ölkələrdə, xaricdə yaşayan vətəndaşlarımız üçün Azərbaycan dili dərslikləri yazılır. Bu dərslikləri tutuşturmaq, bizim kurikulum çərçivəsi ilə onların məzmununu tutuşdurub təhlil eləmək və bəlkə bizim onlardan öyrənəcəyimiz var, bəlkə onların bizim kurikulum çərçivəsindən öyrənəcəkləri var. Bunları təhlil eləyib auditoriyaya çatdırmaq lazımdır. Alimlər səviyyəsində, mütəxəssislər səviyyəsindəki dilin tədrisi məsələləri bugün beynəlxalq uyğunlaşdırılsın. Mən təsadüf belə həyat işində Almaniyada bir il yaşamalı oldum, o diasporun içində oldum və onların dil məsələləri ilə bəli, özlərinin də belə müraciət edərək övladlarının yetişməsində nə qədər belə deyim də diqqətə və köməyə ehtiyacları olduqlarını bildirdilər. Yaxşı vəziyyətdir, pis vəziyyət deyil belə götürəndə. Çünki Azərbaycan insanı öz ölkəsini unutmur. Öz övladına hər biri deyək ki, müəyyən səviyyədə kimliyini ötürür. Bunun şahidi oldum. Amma uşaq başqa ölkənin təhsilini aldığı zaman istər-istəməz onun aksentində, istər üslubunda problemlər olur ki, valideyn buna görə narahat olur. Məsələn, mən nə təklif edərdim? Müşahidə elədiyim odur ki, bizdə bəlkə də yanılıram ola bilər, amma müşahidə elədiyim odur ki, bizdə daha çox tədbirdən tədbirə, nə bilim, görüşdən görüşə Mənim xanım, siz səsi kəsdiniz. Səs kəsildi Könül xanım. Könül xanım, çox sağ olun. Dəyərli fikirlərinizə görə, elmi, nəzəri fikirlərinizə görə. Mən istərdim ki, biz biraz praktiki olaraq, yəni diaspor üzvlərinin özlərinin dilindən, praktiki olaraq ana dilin orada yaşadığı ölkələrdə təbliğ olunması, yəni diaspor şəraitində dilin qorunması həqiqətən nə dərəcədə çətin olduğunu, məsuliyyətli olduğunu və nə dərəcədə həm də dilimizi təbliğ eləmək şərəfli olduğunu mən istərdim ki, bizim diaspor üzvlərimiz özləri danışsın. Arif müəllim, burada Arif müəllim Ukraynada bizim professor elmlər namizədi. Arif müəllim, buradasınızmı? Bəli, buradayım. Arif müəllim, sizi eşitmək istərdik. Mən öncəliklə deyim ki, Arif müəllimin həyat yoldaşı Səfaya Nəbiyeva uzun müddət ki, Kiyevdə, məktəblərdə, bir neçə məktəbdə Azərbaycan dilini
Azərbaycanlı uşaqlara təbliğ edir. Biz layihə çərçivəsində onun müsahibəmiz olacaq xanımla. Amma istərdim ki, Arif müəllim danışsın. Amma çox xahiş edirəm, biz reglamenti 3 dəqiqə qoyaq ki, qoyub başqaları da danışa bilsin. Buyurun Arif müəllim. Çok sağ olun Fuat müəllim. Dəvətə görə, çok sağ olun bu tədbirə görə. Bu tədbir bizim Azerbaycanımızın dilinin, Azerbaycan milli mənəvi değerlerimizin daha da inkişaf için bizim sanki zafer qələbəmizin değerlerinin daha da yükselmesi seviyesinde bize güç, kuvvet, ideya fikirler verir. Ben özüm fəaliyyətimdə bir neçə məsələnin farklı göstereceğim. Belə ondan da yəqin ki fikirlərim Azerbaycan milli mənəvi değerlerine. Ben 2000-ci ildə Ukraynada prezident yanında Dövlət İdarəçiliyi Akademiyasında magistra grubunda okurdum. Orada bir prezident administrasiyasının departament rehberi ve siyasi ilimler doktoru. Buna yakınlaşıp Azerbaycanlı olduğumu bildirende bu bana başladı ki o Azerbaycan geri kalmış ülkedir ama Azerbaycan'da hiç ne yoktu. Demokratiya, medeniyet vesaire ve ahire. Ben buna dedim oğlum sen Azerbaycan'da. Dedi yok. Dedim yaxşı bu ne sözdü. Bana dedi argumentum var. Dedim elbette var. Dedi yaz gel. Yazdım, apardım, verdim. Bir hafta sonra hemen profesör geldi, beni elə dərsdə qoluma girdi, dedi ki, sen beni milli baxımından tərbiyə elə. O materialları mən vermişəm, o vaxt Prezident Administrasiyasının Siyaset ve Medeniyet jurnalı vardı, Politika Kultur adlanırdı. Ora vermişəm, get redaktorla görüş, orada o çap olunacaq. Bu əsrin əvvəlində olan söhbətdir. Həmin vaxtda mən indi elə bir məqalənin elə bir şəklini belə göstərirəm. Bu adda deməli məqaləni biz o həm material biz özə çap elədik, millət atası. Nəyə görə Azərbaycan xalqı çətin vəziyyətdə olanda HDRF-lə xahiş elədi ki, məsuliyyəti özlərinə götürüb Respublikanı xilas eləsin. Və orada dərc olundu. Ve hemen gönderdim. Allah rahmet eylesin. HDR'yi ben şahsen tanırdı. Materialları gönderdim Prezident Administrasiyasına. Bir hafta geçmiş. Azerbaycan'da da o tercüme olundu. Bütün gazetelerimizde hemen material çap olundu. Ve onu demekte maksadım oldu ki Azerbaycanımızın milli mənəvi değerleri elə hemen vaxtda indi de Ukrayna'nın fəaliyyətində, Ukrayna'nın işlərində çox geniş şəkildə öz əksini tapır, göstərir. Siz qeyd elədiniz Fuat müəllim, Azərbaycan dili dersleri bizim Azerbaycanlılarımıza əsrin əvvəlində 5 məktəbdə başlamışıq. Son vaxtlarda Ukraynada hadisələrlə əlaqədar olarak o bir balacalaşıb bir məktəbdə tamam yığışırlar uşaqlar, o dersleri keçirlər. Bu hadisələrlə əlaqədar uşaqların gəlməsi, getməsi burada biraz problemler var. Ona göre nazarı. Hətta mən qeyd edeyim ki, o vaxt həmin 2003-cü ildə həmin jurnalda elə İlham Əliyev hələ onda prezident değildi. 2003-cü ilin əvvəllərindəydi. Deməli, dərc elədi material ki, İlham Əliyev gələcəkdə Azərbaycanın lider olacaq. Və həqiqətən də bizim elə arzumuz, istəyimiz həmin qəzet rəhbəri ilə birlikdə öz həllini tapdı və İlham Əliyev də bizim ölkəmizə başçılıq elədi və zəfər qələbəsini bizə çox gözəl bir hədiyyə kimi bəxş elədi. Mən onu qeyd etmək istəyirəm ki, bununla yanaşı, hatta bizim Azərbaycan dili dərsi keçilən məktəblərdə məktəb rəhbərliyi bizim uşaqların bəzi hərəkətlərinə, bəzi davranışlarına, o dillə bağlı hərəkətlərinə çox belə demək olar ki, yaxşı mənada, amma bəzən sanki qısqanclıq mənasında yaxınlar ki, niyə sizin uşaqlar bu məsələləri bu cür şəkildə dərk edirlər, başa düşürlər, bizimkilər niyə eləmirlər? Bu bizim Azərbaycanımızın milli dəyərlərinin köküdür və bugün biz o değerleri, o fəaliyyəti daha da inkişaf elətdirsə, mən hesab edirəm ki, Azərbaycanımızın o sayede dünya seviyesinde değerlerinin sayı daha da artar. Mən açıq qeyd edeyim, həmin fəaliyyətdən sonra əsrin əvvəlində Prezident İnstitutu hakkında, sonra terrorizmlə mübarizə hakkında doktor seçimi müdafiə eləyəndə, bütün bu meselelerin hamısının həllində Azərbaycanın fəaliyyəti ilə bağlı, Azərbaycanın o məsələlərə münasibəti ilə bağlı faktları göstərən deyəndə Ukraynanın elm adamları hamısı bu məsələlərdə Azərbaycan dəyərlərini çox yüksək şəkildə qiymətləndirməyə çalışırlar. Və bunun nəticəsi idi ki, 2003-cü ildə hətta Kiyev şəhər administrasiyasının başçısı Allah rəhmət eləsin Amelçenkoydu. Onun təşəbbüsü ilə bizim Heydər Əliyev oldu Kiyev şəhərinin fəxri vətəndaşı. Özünün hələ sağlığındaydı və o sənədlər hamısı bizim Azərbaycanımıza diqqətin timsalıdır. Məsələn, bu yaxın günlərdə bizim prezidentimiz İlham Əliyevin
İrpin şəhərinin fəxri vətəndaşı olması, bütün bu da bizim Azərbaycan dəyərlərimizin o ərazilərdə genişlənməsi üçün, yayılması üçün olan amillərdir, fəaliyyət sahələridir. Mən inanıram ki, bizim məruzəçilərimiz də göstərdi, Fuad müəllim siz də çıxışını göstərdiniz ki, Azərbaycanın dilinin başında durur milli mənəvi dəyərlərimizin inkişafı. Və biz o dəyərlərimizi nə qədər çox inkişaf elətdirsək, o dəyərlərimizi nə qədər onsuz da mən açıq deyim, çünki bunu vətəndən kənarda mən bunları görürəm. Özdə elədir ki, eləsi olur ki, bəzən Azərbaycanın çörəyin yeyənlər tərəfindən o solluqları görürəm, eləyirəm. Bu mənə düzdür, təsir eləyir, amma lazımi cavablarını da verib, məsələn, o adamların bəzilərini tərbiyə eləmək, lazımi diqqət yolunu göstərmək üçün əlimizdən gələni edirik. Mən çalışıram, istəyirəm ki, istər Azərbaycan dili məktəbində keçdiyimiz dərslərdə və ondan sonraki indiki elmi fəaliyyətimdə Azərbaycan milli mənəvi dəyərlərinin daha da inkişafına, onun dünya səviyyəsində öz lazımi yerini tutması üçün bütün güc qüvvəmizi tamamilə sərf edəcəyik. Sizə də bu günkü diqqətinizə görə ürəkdən təşəkkürümü bildirirəm, minnətdarım bildirirəm ki, siz bizim məsələn 1 santimetrlik hərəkətimizi kilometrə çatdıranda bu bizim üçün böyük fərəhdir, bu bizim üçün böyük uğurdur, ən yaxşı timsallardandır. Çox sağ olun diqqətinizə görə, hamınıza təşəkkür edirəm. Bütün bugünkü tədbirimizin iştirakçılarına Ukraynadan Azərbaycan küçəsindən. O küçənin adlandırılmasında da mənim iştirakım olub. 26 baş komissarın adını daşıyırdı. Azərbaycan eləmişik. Şamiyan da Bakınski küçəsi eləmişəm mənim. Təşəbbüsümlə bu işlər olub əsrin əvvəlində. Bax, belə bir Kiyevdən Azərbaycan küçəsindən hamınıza ən xoş arzularla söykənən salamlarımı, istəklərimi çatdırıram. Diqqətinizə görə minnətdarım. Təşəkkür edirəm Arif müəllim. Sizin ailənizin Azərbaycan diaspora, Azərbaycan dilini təbliğ ilə bağlı həqiqətən atdığınız addımlar danılmazdır. Biz də sizə bu fəaliyyətinizə hər zaman təşəkkür edirik. Mən istərdim ki, Avstraliyadan Mikail müəllimlə danışsın. Çünki bilirəm ki, indiki zaman fərqindən Avstraliyada çox fərqlidir. Ona görə onu narahatda saxlamaq istəmirəm. Ona görə buyurun Mikail bəy, sizə eşidirik. Salamlar, tək-tək sizi salamlayıram. Hörmətli Fuad müəllim, siz məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Gözəl söhbətlər var idi. Bu mütəxəssis insanlar ki, orada müəllimdirlər, akademik, Azərbaycan dilin yaxşı araşdırırlar və onun üçün fəaliyyət göstərirlər. Gözəl söhbətlərindən mən çox istifadə elədim. Amma bəzi məsələlər var ki, siyasi bunun 50 milyon Azərbaycanın geçəcək 200 ildə necə baskının altında olduğunu biz unutmamalıyıq. Ki Rus ola, ki Farsı ola, bizim dilimizi aradan aparmağa çoxlu təlaş elədilər və bizim varlığımızı görməmişdən gəldilər və indi siz nə qədər xoşbəxtsiniz, Quzey Azərbaycan milləti, nə qədər xoşbəxtsiniz ki, öz dilimizdə, yəni Azərbaycan dilində bir dövlətimiz var, bir bayrağımız var orada və biz Güney Azərbaycan olaraq hələ də ki, orada 40 milyon insanımız mübarizə aparır ki, öz Azərbaycan ana dilini orada eləyə bilsin ki, danışa bilsin, məktəbi olsun. Siz nə qədər xoşbəxtsiniz, bu xoşbəxtçiliyi siz yaxşı bilməlisiniz ki, biz nə qədər incirik Güney Azərbaycanda olaraq, dünyanın hansı ölkəsində olaq, xüsusən İran adlanan ölkədə bizim hələ zindanlarımız vardı. Orada şikəncə olurlar, bir tək Azərbaycan dilində danışa bilsinlər, Azərbaycan dilində məktəb orada olsun, 40 milyon insan. O milləti ki, biz imperatorluğumuz olub geçən 100 ilə qədər, 1000 il biz tamam bu bölgələrə biz sahib olmuşuq, bölgələri ədalətli olaraq hakimiyyətimiz olubdur. Millətlərin, dillərin, kültürlərin, varlıqların onları biz saxlamışıq. Başqa millətləri, Ərəbi ola, İran adlanan ölkədə, Hindisi ola, Bəluçu ola, Farsı ola, Kürdü ola, bütün millətlərin varlığını biz saxladıq ədalətli hakimiyyətimizdə. Amma görürsünüz
ki Rus şovinistdə USSR şeyində Sovyet zamanında necə millətimizi kültürel baskının altında Rus dilin bizim millətimizə quzeydə yəni eləyə bildilər ki o proqramlar ki varlarıdır o şovinist sistemində millətimizi təlaş edirdilər ki asimilə etsinlər. Hələ o asimilasyon hələ də bəzi izləri görüşürük və şükür olsun ki devlətimiz orada hər zaman dediği kimi 50 milyon millətimizin öz ana dilində danışmağı, akademik dilində orada təhsil almağı və onu tərvic və ya təbliğ eləmək nə qədər mühümdür ki bizim varlığımızı, kültürümüzü bütöv Azərbaycanda saxlayırlar. Yəni prezidentimiz deyib 50 milyon və hər o dili ki danışırıq, o dili təmiz danışaq, təlaş eləyək ki, başqa dilləri çox istifadə eləməyək. Rusca ola, Farsı ola, Ərəbi ola, demək olar İngilis ya bəzi şeyləri qatmayaq. Xüsusən Quzey Azərbaycanda ki o imkanat vardır. Orada bir devlətimiz var, müstəqil devlətimiz, bir böyük bir başarıya biz vətənimizi ikinci demək olar ki vətən müharibəsində Qarabağımızı işğaldan azad eləməyimiz, o cavanlarımız, o bizim torpaq, bizim kültürümüzü, bizim dilimiz üçün, vətənimiz üçün canların, şirin canların fəda etdilər. Onları unutmayaq, onlar bizə böyük bir fəxr verdilər ki, bu gün deyə bilərik ki, anla açıq Azərbaycanlıyıq. Bizim torpaqlarımız, o torpaqlar dilə də bağlıdır, kültürə də bağlıdır, iqtisada, inkişaflara da bağlıdır. Onların demək olar qanunun sayəsində və devlətimizin siyasətinin, gözəl siyasətin cənab prezidentimiz bu siyasətə aparmaqla bizi bu gün dünyanın hər yerində olanda inkişaflara baxanda fəxr edirik. Zəiflər vardı, onlar normaldır. Bir genç bir 32 illik bir devlətin əlbəttə ki zəifi olacaq, normaldır və bir belə inkişafları biz görməyək, balaca şeyləri görmək o mənə görə xətadır. Biz yəni indi Güney Azərbaycanı baxaraq ki 40 milyon insan öz dilində məktəbdə danışa bilmir. Varlığı orada tapdalanır. Gərək belə Quzey Azərbaycanda sevinək ki öz dilimizi rahatca öz ölkəmizdə azadlıqla danışa bilirik. Ondan eləyə bilir, communicate eləyək millətimizlə başqa ölkələrdə Azərbaycan dilin təbliğ eləmək biz xaricdə olan demək olar diaspora insanların vəzifəsidir. Böyük anla açıqla dilimizi ata-analar mühümmüdürlər. Bu ata-anaların yəni bilgilənməyi o olur ki uşaqlarına çevirsinlər və uşaqların da ana demək olar Azərbaycan dilin öyrənsinlər. Bunlar da zaman istəyir. Biz Avustraliyada əlimizdən gələn diasporanın köməkliyi ilə bütün demək olar ki proqramlarda ki eləyə bilirik, milli proqramlarımız vardı və sonra başqa proqramlar başqa millətlərlə xüsusən Türkiyə ata yurdumuzun orada proqramda onlar bizdən daha əski olduğu üçün, bir millət olduğu üçün olan daha çoxlu proqramlar var. Biz onların proqramlarında özümüzü, Azərbaycanı təmsil eləməklə uşaqlarımızı o uşaq bayramlarında, bilmirəm, hətta böyük başqa proqramlarda iştirakımızla özümüzü demək olar ki dilimizi də orada təbliğ edirik, varlığımızı. Dil bir köprüdür ülkəmizlə, varlığımızla. Bu köprünü biz gücləndirməliyik. Xüsusən xaricdə olan diaspora üzvləri, xaricdə olan Azərbaycanlılar bunu bilməlidirlər ki, uşağımızı biz qaybetsək, onlar nə o ülkənin demək olar varlığını anlayacaqlar, nə öz ata-anasının ülkəsinin demək olar ki varlığını anlayacaqlar və itəcəklər, qayb olacaqlar. Onun üçün çox mühümdür ki öz varlığımızı, dilimizi qoruyaq, ata-ana olaraq və uşaqlarımıza onu demək olar intiqal verək və uşaqlarımız da bir Azərbaycanlı olaraq o ölkədə yaşasınlar. Başta əlbəttə ki normaldır ki o birisi hansı ölkədə olar onu belə mümkündür öz ana dilindən də yaxşı öyrəşəcək. Amma ana dilimizi Azərbaycan dilini unutmayaq, ona güc verək.
o nə qədər güclənsə də biz belə başımız ucu olur, ölkəmizi təbliğ edirik, özümüz də hər baxışdan fəxr edirik və demək olar ki, o duyğular bizdə gərək olar. Demək olar Azərbaycanın kültürü, varlığı, o ölkəni biz təmsil edirik. Gözəl təmsil edək, öz dilimizdə danışaq, Azərbaycan dilini unutmayaq. Neçə dəfələr bizim Cənab Prezidentimiz deyib ki, 50 milyon, 55 milyon biz Azərbaycanlıyıq. Bunu heç hamımız bilməliyik. Buna görə hərəkət eləməliyik və Azərbaycan dilində yəni qatmayaq başqa dillərin, rus dilin və ya ingilis dilin və ya fars, ərəb, başqa dilləri. Təmiz danışmaqla biz gözümüz Kuzey Azərbaycandadır. Oranın inkişafı, rahatçılığı, siyasi, sülh, barışa nə qədər inkişaf elədikcə biz güclənirik. Gücümüz o ölkələrdə ki, yaşayırıq, daha çox olur, daha belə rahatçılıqla orada biz rahat yaşayırıq. Ümid edirəm ki, yəni bu gələcəkdə də bizim Güney Azərbaycanda da eləyə bilsinlər, o zindanda olan insanlar o haqlı Azərbaycan dilin ki, istəyirlər uşaqlarına, öz ölkəsində Azərbaycanda təbliğ olunsun, danışsınlar, onlar da eləyə bilsinlər, o arzularına yetirsinlər, mütləq də olacaq və o dil Güney Azərbaycanda və Kuzey Azərbaycanda 55 milyon Azərbaycan dili olacaq və bu dil başqa görürsünüz, Türkiyədə də belə Azərbaycan dilin təbliğ edirlər üçün əsil dildir. Dahi belə baskılara baxmayaraq hələ də təmiz danışılır, gözəl danışılır. Başqa Üzbəkistandır, Qırğızıstandır, təlaş edirlər ki, Azərbaycanın ləhcəsini və o təmiz danışdığın təqib eləsinlər. Onun üçün mən çox sevinirəm bir Azərbaycanlı olaraq əlimizdən gələn, yəni bu xaricdə ki, indi mən 40 ildir mən bu Avustraliyada yaşayıram. Təlaş edirik ki, öz millətimizin demək olar burada varlığın, dilin xüsusən ki, o Azərbaycanla bir köprüdür. Onu gücləndirək və burada yaşadığımızı Azərbaycanla demək olar ki, onun kültürü ilə, varlığı ilə biz burada nəfəs alırıq, yaşayırıq və sevinirik və demək olar fəxr edirik ki, Azərbaycanlıyıq. Ümid edirəm bundan sonra da bizim dilimiz gücləndir. Sağ olasın, var olasın. Mən biraz o yan bu yana qarışdırdım. Avstraliyadan belə isti, səmimi söhbətlərə görə və biz də sizlərə minnətdarıq ki, belə uzaq bir qitədə Azərbaycan dilini qoruyub təbliğ edirsiniz. Mən indi istəyirəm o gender bərabərliyini qoruyaq. İstanbuldan Şərqiyə xanım Məmmədova, Hüseyn Cavid adına Azərbaycan məktəbinin direktorudur. Amma çox xahiş edirəm biz reqlamenti qoruyaq. 3 dəqiqəni artıq keçməyək ki, qoy başqa çıxışlar üçün də vaxt qalsın. Buyurun Şərqiyə xanım, sizi dinləyirik. Mən də İstanbuldan hamını salamlayıram. Elə bir mühüm məsələyə toxunan şəxslərə də öz minnətdarlığımı bildirirəm. Bu il canlanıbdır bu məsələ, ancaq bu məsələ mərhum Heydər Əliyevin qərarlarında, sərəncamlarında Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi, dünya miqyasında Azərbaycan dilinin inkişafı, genişlənməsi, hər bir Azərbaycan millətinin, hər bir nəfərinin öz dilini mükəmməl bilməsi uğrunda çaba göstərmək haqqında çoxlu qərarları, sərəncamları var. İlham Əliyev də sağ olsun, cənab prezidentimiz ki, belə bir məsələyə toxunub, dilin təkmilləşməsi haqqında, Azərbaycan dilinin inkişafı haqqında belə qərar, sərəncam imzalayıbdır. Hər halda gec də olsa insanlarımız bu məsələni qabartmağa, bu məsələ ilə məşğul olmağa başlayıblar. Mən istərdim ki, hər kəs təşrifini versin buradakı. Azərbaycan dilini necə təkmilləşdirmək olar? Azərbaycan dilini hər bir Azərbaycan vətəndaşına necə öyrətmək olar? Konkret bir plan hazırlansın bu barədə. Yəni pərakəndə hamı düzdür, ürəyi yanır, millət dilinin inkişafı üçün çaba göstərir, can atır, fəaliyyət göstərir. Amma bu planlı şəkildə olsun. Bir dərsliklərdən danışırlar. Dərsliklər məsələsinə biz toxunmayaq. O xanım kimsə kitab hazırlayıbdır. Mən onunla tanış deyirəm.
Ancaq Azərbaycan dili dərsliklərinin nə səviyyədə olduğu da bir başqa mövzudur, buranın mövzusu deyil. Konkret burada ölkəmizdən kənarda vətəndaşlarımızı Azərbaycan dilini öyrətməyə necə cəlb eləyə bilərik konkret olaraq? Mən valla öz iş təcrübəmdən danışım. Mən burada gəlib Azərbaycan dilində bu məktəbi açanda təqdim eləmədim özümü. Mən filoloqam, filologiya elmləri doktoruyam. 52 ildir də təhsildə mütəmadi olaraq müəllimlikdə, məktəb direktorluğundan gəldim, çıxdım bu səviyyə. Yəni bu səviyyə nə demək istəyirəm səviyyə? İlk dəfə Azərbaycanın tarixində xarici ölkədə rəsmi məktəb açmaq, Hüseyn Cavid adına məktəbi rəsmi Türkiyə Milli Eğitim Bakanlığının təhsil sisteminə yazdırmaq nəsib oldu bizə Hüseyn Cavid adına məktəb. 10 ildir fəaliyyət göstərik. Mən burada çaba göstərdim ki, bizim insanlarımız Azərbaycan dilində təhsil alsın. Yəni Azərbaycan dili türk dilidir, biz Azərbaycan dili deyirik, bu yanlışdır. Yəni bizim Azərbaycan türkçəsində təhsil alsın. Gözəl nailiyyətlərimiz var. Burada 6000-dən yuxarı uşaqları biz deyim ki, onların sənədləri yox idi. Onların burada cəzalı durumdaydılar. Yəni uzun illər yaşamışdılar, heç bir sənədləri yox idi. Hətta burada doğulmuşdular. Uşaqların bir kimliyi belə yoxdur ki, Türk məktəbinə, Türkiyənin məktəblərinə getsinlər. 13 yaşında, 14 yaşında uşaqları birinci sinifdən təhsilə cəlb elədik. Maraqlansanız bizim nailiyyətlərimizlə, düzdür biz reklam eləmirik. Uşaqlarımız özü gələcək bu tariximizi yazacaqlar. Biz elə uşaqlar, elə şəxsiyyətlər yetişdirmişik ki, hər biri kitab yazacaq. Həm tarixi bunlar yaratdı, həm də yazacaqlar. Türkiyədə biz dilimizi qoruduq. Deyirik ki, Türk dili, yəni Türkiyə türkçəsi də biz bilirik də bu dili hamı anlayır, başa düşür, filmlərə baxır. Amma bir ölkədə ki, gətirib bir sənədi burada tərcümə elətdirəcək, yaxud da ki, Türkiyədə olan bir sənədi aparıb Azərbaycanda tərcümə elətdirəcək. Deməli, bu dil fərqlidir. Bir də vaxt bilmirəm, az verirsiniz, ona görə mən... Qısa deyərdik, çox xahiş edirəm Şərqiyə xanım, bir çıxışçılarımı çox da qısa xahiş edirəm. Bizim bəlamız budur ki, parça-parça, pərəkəndə hələ bir şey danışır. Ancaq konkret nə eləmək lazımdır, onu deyən yoxdur. Bir də orada bir yoldaşa bunu demək istəyirəm ki, o Avstraliyadan danışan, deyir ki, Türkiyə bizdən daha qədim olduğu üçün onların dili inkişaf etmişdir. Heç də elə deyil bizim dilimiz. Türkiyənin tarixi filmlərinə o hörmətli müəllim qulaq bir baxsın YouTube-da. Elə türkçülüyün kökü Azərbaycandan başlayır və əsl türk dili də bizim dilimizdir. Valla söz çoxdur deməyə. Şərqiyə xanım, sizin təklifləriniz olsa siz yazıb göndərərsiniz, onsuz da biz bu təkliflərin hamısını bir planlı şəkildə yazıb aidiyyəti qurumlara göndərəcəyik. Çox sağ olun, minnətdaram. Bizim də layihəmiz var burada, bir işləyirik. Bizim Azərbaycan məktəbidir. Uşaqlarımızı Azərbaycan dilində oxuduruq, Azərbaycan dərslikləri ilə. Burada Azərbaycan dilini yaşadırıq və inkişaf elətdiririk. Təşəkkürlər, sağ olun Şərqiyə xanım. Belə siz orada mən bilirəm o məktəbdə praktik olaraq necə məşğul olsunuz. Sizə də uğur arzulayırıq. Mən istərdim Könül xanım Hacızadə, vətənpərvər Küveyt Azərbaycan Dostluq Cəmiyyətinin sədri çıxış edəsin. Buyurun Könül xanım. Hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Çox təşəkkür edirəm Fuad müəllim bu gözəl tədbirə məni də dəvət etmişsiniz, əlavə etmişsiniz. Mən Azərbaycan dili haqqında onu demək istəyərdim öncə ki, ən böyük təklif bundan ibarətdir ki, hər bir vətənini, dilini sevən Azərbaycanlı, özünə Azərbaycanlı deyən onu öncə öz ailəsindən başlamalıdır, dili öyrətməyə, evlatlarından başlamalıdır. Əgər xanımlarımız var, məsələn, burada Küveytdə xanımlarımız var, əcnəbi küveytlərlə evli, əcnəbi vətəndaşlarla evli xanımlarımız var. Onlar öz dilini, Azərbaycan dilini ailəsindən başlayıb. Mən şəxsən özümü nəzərdə tutaraq demək istəyirəm ki,
Azərbaycan dilini mən öz ailəmlə, mənim də ailəm Küvetlidir, yoldaşım Küvetlidir, evlatlarım Küvetlidir. Çox səlis danışırlar, çox gözəl danışırlar Azərbaycan dilində. Bizim dilimiz çox zəngin dildir, çox şirin dildir və çox asan dildir. Azərbaycan dili xanım Şərqə xanım bu dəqiqə vurğuladı, çox düzgün vurğuladı. Mən onunla tamamilə razıyam, bəli. Azərbaycan türkçəsi gedir. Rəhmətlik Ulu Öndər necə ki demişdi ki, biz türk dilləri sırasında olan bir dil daşıyırıq. Azərbaycan türkçəsi. Buna baxmayaraq bizim rəsmi dilimiz Azərbaycan dilidir. Azərbaycan türkçəsi çox qədim dildir. Türkün dili elə Azərbaycan dilidir. Azərbaycan dilindən başlayır. Mənim evladım da, evlatlarım da, yenə də deyirəm, Azərbaycan dilində çox səlist, qrammatik, yeri gələndə danışırlar. Bundan əlavə mən deyərdim ki, dilimizi öyrətməkdən əlavə biz Azərbaycan tariximizi biz öyrətməliyik. Xaricdə yaşayan bütün Azərbaycanlılara mən bunu təklif edirəm ki, tariximiz önəmlidir. Milli adət-ənənəmiz, milli mətbəximiz önəmlidir bunlar. Bunlar hamısı dilin tərkibində gedir. Əgər biz dili sevərək öyrədiriksə, təbliğ ediriksə, o cümlədən biz tariximizi də öyrətməliyik. Xaricdə yaşayan Azərbaycan, necə deyərlər, Azərbaycanlılar olaraq, orada yaşayan yerli cəmaata. Orada məsələn soruşurlar tariximiz, bəzən görürsən ki, deyirlər ki, hə, sizin tarixiniz filmlərə falan baxırlar, Ertuğruldan başlayıb. Mən də onda deyirəm ki, Ertuğrulun kökəni hardan gəlib? Azərbaycandan, Oğuz türkləriyik biz, Oğuzluqdan gəlib. Yəni, tariximiz də önəmlidir. Bizim çox qədim tariximiz var. Azərbaycan, elə türk dünyasının kökəni Azərbaycandır. Azərbaycançılıqdan gəlir. Mən nə deyə bilərəm? Bilirsiniz ki, Fuad müəllim gözəl bilir ki, mənim evladım Azərbaycanda təhsil alır, bir küvetli olaraq qrant tələbədir. Texniki Universitetin İnformatika Təhlükəsizliyi fakültəsinin bu il inşallah məzun olacaq. O, məhz Azərbaycan dilində təhsil alır. Məhz Azərbaycan dilində təhsil alır Danə. Fuad müəllim gözəl tanıyır Danəni, onun necə Azərbaycan dilində səlis danışdığına bələddir və evlatlarımı da bilir, yoldaşımı da bilir. İlk öncə Azərbaycan dilini ailədən başlamaq lazımdır. Bəzən görürsən ki, mən öncə demək istəyərdim ki, hər bir Azərbaycanlı olaraq bizim çox dil bilməyimizə, öyrənməyimizə, danışmağımıza heç bir etirazım yoxdur. Amma və yalnız çox təəssüflər olsun, bəzən görürsən Azərbaycanlılar toplanırıq, mən bilirəm ki, xaricdə bir çox Azərbaycanlılar da var. Toplanırlar bir yerə, başlayırlar rus dilində danışmağa. Axı, bu lazım deyil. Əgər iki Azərbaycanlı bir yerdə toplanırsa, bu Azərbaycanlılar öz dilində, ana dilində danışmalıdır. Azərbaycan dilində danışmalıdır. Doğrudur, etirazımı bildirirəm ki, olmaz. Biz Azərbaycanlıyıq və səfirlikdən mi olaq və yaxud da mənim tədbirlərim belə olsun, bizim keçdiyimiz tədbirlər belə olsun, məhz Azərbaycan dilində danışılmalıdır. Kənardan baxan da həmən soruşurlar ki, sizin diliniz nədir? Yəni, əcnəbi vətəndaşlar. Onlar deyirlər ki, yəni, tənqidi yanaşıblar ki, axı siz Azərbaycanlı olaraq niyə Azərbaycan dilində danışmırsınız, rus dilində danışırsınız? Yenə də deyirəm, xarici dilləri çox bilmək daha yaxşıdır. Amma bir yerə toplananda öz dilimizdə danışaq ki, kənardan qınaq olmasın. Yenə də deyirəm, Azərbaycan gözəl dildir, Azərbaycan zəngin dildir, Azərbaycan dili çox şirin bir dildir. Bizim özümüzə məxsus gözəl dilimiz var, zəngin dilimiz var. Bunu hər bir Azərbaycanlı olaraq ilk öncə ailə içindən başlanmalıdır. Mənim
ailə içi evlatlarımın əlavə, yəni Sana yol təqdim Ay söyle vay. çox maraqla yanaşırlar, çox sevgi ilə yanaşırlar. Hətta iki bacım belə Azərbaycan dilini öyrənib, sevə-sevə öyrənib. Biz olub ki, Azərbaycan dilində danışırıq. Bu da nədən irəli gəlir ki, təbii ki, mənim onlara dilimi sevdirməyimdən irəli gəlir. Mən belə düşünürəm. Və çox sağ olun, mən sizin vaxtınızı çox almıram. Minnətdaram, təşəkkür eləyirəm. Çox sağ olun Könül xanım. Biz sizə təşəkkür. Həqiqətən mən şahid olmuşam. Bir neçə il bundan qabaq biz Bakı Dövlət Universitetində tədbir eləyəndə Könül xanımın qızı o da tələbə idi. Dana xanım çıxış elədi. Bütün o zaldakılar, universitet müəllimləri, professorları belə həqiqətən heyrətə gəldilər ki, Ərəb dünyasında, Ərəbistan, yəni Küveytdə doğulan bir uşaq cəmi bir ildir ki, Azərbaycana gəlib, amma Azərbaycanda belə sərt danışır. Çox həqiqətən xoş oldu hər birimiz üçün. Biz sizə minnətdarıq ki, belə övladlar böyüdürsünüz. Mən istərdim Ukraynadan yenə dönək. Bizim Ağsaqqal diaspora üzvümüz Eldar Tağıyev. Eldar müəllim, əvvəla sizə yenə təşəkkür edirəm ki, siz qoşduqsuz bura. İstərdik sizin də bir Ağsaqqal sözünə ehtiyacımız var, fikirlərinizi bildirəsiniz. Mən sonlandırım Fuad müəllim. Bir də demək istəyərdim ki, əgər dili biz evlatlarımıza öyrədiriksə, mən özüm ərəb dilində də çox gözəl danışıram, fars dilində də danışıram, özüm də bir neçə dil bilirəm. Dili əgər öyrədiriksə, eynən mən fikirləşirəm, deyəsən Sevinç xanım bunu vurğuladı ki, hər bir nə bilim əşya ilə falanla mən nə cür öyrətmişəm uşaqlarıma ərəb dilində əgər bu əşyanı demişəm, Azərbaycan dilində onu tərcümə olaraq, yəni qavrasın, zehnində həkk eləsin deyə. Minnətdaram, təşəkkür eləyirəm. Sağ olun, çox sağ olun. Buyurun Eldar müəllim. Çox sağ olun. Çox sağ ol Fuat müəllim, çox sağ olun. Fuat müəllim, xatirinizdə olar, yəqin ki, mən elə bilirəm, bir mütəxəssislər söhbət elədi bu Azərbaycan dili dərslikləri xaricdə yaşayan Azərbaycanlılar üçün. O ilk dərsliyi biz Ukraynada çap eləmişdik, Hikmət Cavadovun rəhbərliyi ilə. Sonra o kitablar Moskvada dərc olundu, Azərbaycan, Rus və İngilis dillərində. O kitablar bütün bizim məktəblərdə var, bütün şagirdlərin hamısına çatır. Daha da demək olar ki, çox böyük sayda nəşr eləmişdi onu. Sonraki illərdə yəqin ki, bir müəllimələr danışdı, təkmilləşmələr gedib, yəni bu dilin öyrənilməsində müəyyən o yeni üsullar çıxıb ortaya. İndi tədricən əlbət ki, başlayan uşaqlara o şəkillərin hərəkət edən forma ilə dilin öyrənilməsi. Ancaq yenə deyirəm ki, bizim müharibə olmasaydı, o sahələrdə də yəqin ki, öndə olan biz idik. Çünki mən bütün dünyanın hər yerində yaşayan Azərbaycanlıların fəaliyyəti ilə maraqlanıram. İstər-istəməz məlumatım da var. Ancaq mən yenə də deyirəm, mənim Ukraynada yaşadığıma görə demirəm, bizim Ukraynadakı Azərbaycan diasporası qədər dünyanın heç bir yerində mütəşəkkil və belə bir hər tərəfli fəaliyyət göstərən diaspora yoxdur. Və Azərbaycan dili məktəblərimizin də bugünkü vəziyyəti bunu deməyə əsas yaradır. Yəni, müharibə gedən bir ölkədə uşaqlarımızın çoxunu təbii ki, ölkədən kənara çıxartmağa məcbur olmuşuq. Amma yenə də bizim Bazar günü məktəbimiz fəaliyyətini davam elətdirir. Məktəbimiz özünə məxsus olan binanın da yerləşir. Yəni, özünün məktəb binamız var və öz müəlliməmiz, öz gücümüzlə, özümüzün gücümüzlə saxladığımız, özümüzün gücü ilə maliyyələşdirdiyimiz, Azərbaycan dövlətindən heç bir yardım, kömək istəmədən fəaliyyətini davam elətdirdiyimiz məktəbimiz var. Və Azərbaycan dilinin tədrisi, mən deyərdim ki, heç də Azərbaycandakından da geridə qalmış. Bu sahədə yenə də deyirəm, bizim bir dənə elə bil mənəvi dayağa həmişə ehtiyacımız olub. Yəni, bizim sizi kimi qardaşlar bizim fəaliyyətimiz haqqında kitab da yazmışsınız, məqalələr də yazmışsınız. Və Diaspora üzrə Dövlət Komitəsi də bizim fəaliyyətimizə həqiqətən çox qiymət verib. Yenə deyirəm, bizim ancaq maddi elə bil, yox, mənəvi dayaq, mənəvi elə bir şey
tərəfdən həmişə ehtiyacımız olub ki, Azərbaycanda bizi görsünlər, tanısınlar, izləsinlər. Və bu sahədə yenə də deyirəm, Diaspora Komitəsinə böyük təşəkkürüm var. Ayrı nə deyə bilərəm? Bizim çox sahədə fəaliyyətimiz var. İndi dilçilik sahəsində yəqin ki, bu mənim ixtisasım deyil, mən tarixçiyəm. Ona görə artıq danışmağa bir sözüm yoxdur. Əgər sualınız olsaydı cavab verərdim. Çox sağ olun Eldar müəllim. Elə sizin elə Ukraynada Azərbaycan dilində danışmağınız, Azərbaycan dilimizi belə qorumağınız, itirməməniz elə gənc nəsil üçün nümunədir. Sizlərlə düşünürəm ki, sizin kimi ağsaqqal diaspora üzvlərindən gənclərin mütəmadi görüşünə ehtiyacı var. Minnətdaram. Mən istərdim Misirdən İnarə xanım çıxış eləsin. Seymur müəllim, Misir-Azərbaycan Dostluq Cəmiyyəti səhv etmirəmsə. İnarə xanım buradasınız da yəqin ki. Bəli, bəli. Mən bilirəm Salam. ki, çox həqiqətən salamlayıram sizi. İnarə xanımgil, yəni nə dərəcədə Azərbaycan dilini orada, nəinki Azərbaycanlılara 600-dən çox ərəbə Azərbaycan dilini öyrədirlər. Həqiqətən bu çox alqışa layiq işdir. Mən düşünürəm ki, siz ərəblərə Azərbaycan dilini öyrədirsinizsə, indi öz ailənizdə və ya Azərbaycanlılara necə orada Azərbaycan dilini qoruyur, mən təsəvvür edirəm. İstərdim siz də bir 3 dəqiqəlik siz də öz fikrinizi bildirərsiniz. Məni də bu Zoom yəni Zoom görüşünə dəvət etdiyiniz üçün çox təşəkkürümü bildirirəm. Demək istəyərdim ki, yəni o xanımların bayaq bildirdiyi kimi hər şey ailədən başlayır. Yəni ailədə əgər ailədə Azərbaycan dilində danışılırsa, təbii ki, uşaqlar da Azərbaycan dilində danışacaq, yəni biləcək bunu. Baxmayaraq ki, əcnəbi ölkədə, xarici ölkədə uşaqlar başqa dildə təhsil alırlar. Misirdə biz ərəblərə, misirlilərə Azərbaycan dilini tədris edirik. Təmənnasız tədris edirik. Bizim diaspora mərkəzimizdə, Misir-Azərbaycan Dostluq Cəmiyyətində dərslər təmənnasız aparılır. Heç bir ödəniş etmirlər tələbələr. Ona görə tələbələrin sayı çoxdur. Bu bir. İkincisi də görürlər ki, necə həvəslə öyrədirik onlara biz bu dili. Onlara da həvəslənirlər. Belə. Yəni gündən-günə tələbələrin sayı artır. Təşəkkür edirəm İnarə xanım. Çox minnətdaram. Sizə işlərinizdə uğurlar arzulayıram. Mən istərdim Norveçdən Günay xanım, mənim keçmiş həmkarım, jurnalist dostum, bugün sən indi diasporada bizim üçün qürurdur. Günay xanım, mən bilirəm siz də orada Azərbaycanlı uşaqlara həftə sonu məktəblərində Azərbaycan dilini necə öyrədirsiniz. İstərdim siz də fikirlərinizi qısa bildirərdiniz. Çox təşəkkür edirəm Fuad bəy. Səsimiz yəqin eşidilir. Eşidilir, bəli, bəli. Çox təşəkkür edirəm həm bir əməkdaş kimi sizi burada biz birlikdə işləmişik uzun illər. Bugün belə bir layihəyə siz rəhbərlik edirsiniz. Bu da məni çox sevindirdi. Təşəkkür edirəm. Yəni burada mütəxəssislər çıxış elədi, yaşlı nəsil nümayəndələri çıxış elədi. Biz onlardan çox şey öyrənirik və öyrənəcəyik də. Ancaq bizim də Osloda artıq Nizami Gəncəvadlı həftə sonu Azərbaycanlı məktəbimiz var. 2020-ci ildən yaranıb. Bizim 20-yə yaxın şagirdimiz var. Biz də Azərbaycan dilini, ədəbiyyatımızı, mədəniyyətimizi, əsas milli adət-ənənələrimizi şagirdlərimizə öyrədirik. Və bugün mənim özümün də 4 övladım var. Bunlar Azərbaycan dilində çox səlis danışırlar. Eyni zamanda Azərbaycan poeziyasından onlar nümunələr öyrənirlər, şeirlər öyrənirlər. Bugün Bəxtiyar Vahabzadəni tanıyırlar. Səməd Vurğunu 120 illiyinə biz hazırlaşırıq. Və artıq bunlar bizi sevindirir. Və bizim məktəbimizin müəlliməsi də bu görüşə qoşulub. Arzu xanım Rızayeva, biz onunla birlikdə bu işi aparırıq. Və bugün biz Səbinə xanımın da dərsliyindən istifadə edirik tədrisdə. Eyni zamanda Diaspora Komitəsi tərəfindən yaradılmış milli dillidən də istifadə edirik. Və bizim uşaqlarımız Avropa məktəblərinə gedib, onların keçdiyi üsullara baxıb, onu biz öz Azərbaycan məktəbimizdə də şagirdlərimizə tətbiq edirik. Və deyildiyi ki, bu uşaqlar daha çox şəkilli formada, oyunlar formasında öyrənməyə meyillidirlər. Və bizim bugün Azərbaycan məktəbimizdə də təkmil bir sinif otağımız var. Burada hər bir tədris vəsaitlərimiz, ləvazimatlarımız, formalaşmış kitabxanamız var. Bunun üçün də Diaspora İşçilər Dövlət Komitəsinə təşəkkür edirik. Və biz yeni həmin Sevinç xanımın rəhbəri olduğu
milli dili layihəsi də bizə çox kömək eləyir. Bu layihənin özəlliyi ondadır ki, burada çək Azərbaycan dilini deyil, həm ədəbiyyatımızı, həm mədəniyyətimizi, həm tariximizi, həm ədəbiyyatımız bir yerdə formalaşıb. Və bu da bizə çox kömək eləyir. Və biz də digər əməkdaşlarımıza da uğurlar arzulayırıq. Çox sağ olun ki, bizə də söz verdiniz. Təşəkkür edirəm Günay xanım sizə, Arzu xanıma da minnətdaram. Siz belə birgə Azərbaycanlı körpələrə Azərbaycan dilini unutmadan belə təbliğ edirsiniz, böyüdürsünüz. Sizlərin işiniz həqiqətən və sizi danılmazdır. Mən istərdim buradan Vətən xanım da dil üzrə filologiya elmləri fəlsəfə doktorudur, mütəxəssisdir və uzun müddət Özbəkistanda Azərbaycan dilini təbliğ eləyib. Ona görə onun da bu sahədə təcrübəsi çoxdur. Vətən xanım, buyurun, sizin də fikirlərinizi bilmək istərdik. Salam Məlikim. Mən də hər birinizi salamlayıram, tədbir iştirakçılarının hər birini. Mən bugün burada bir müəllim, bir filolog kimi deyil, həm də bir xalqın mədəniyyətini, dilini, ruhunu təmsil edən bir Azərbaycanlı kimi çıxış edirəm. Onu qeyd eləmək istəyirəm ki, bir milli kimlik bu sadəcə pasportda yazılan mənsubiyyət deyil. O həmçinin insanın ruhunda daşıdığı tarix, dilində yaşatdığı, qoruduğu keçmiş və gələcəyidir. Xaricdə yaşamaq, orada fəaliyyət göstərmək insana yeni imkanlar açsa da, eyni zamanda da bir məsuliyyət yüklüyür. Mən dost ölkə olan Özbəkistanda Azərbaycan dilini xarici auditoriyada tədris edərkən yalnız qrammatika və söz ehtiyatlarından ibarət bir dərs keçmirdim. Mən deyərdim ki, tələbələrə xalqımın dilini, tərzini, dünya görüşünü, mədəni kodlarını da çatdırmağa çalışırdım. Çünki dil bir millətin ruhudur və bizim zəngin ədəbiyyatımız, musiqimiz, mətbəximiz və adət-ənənələrimiz milli kimliyimizin ayrılmaz bir hissəsidir. Və bu adətləri tanıtmaqla biz yalnız özümüzü deyil, dünya mədəniyyətinə öz töhfəmizi də veririk və mən inanıram ki, hər birimiz harada yaşadığımızdan asılı olmayaraq öz milli kimliyimizi daşıyıcısıyıq, bir səfiriyik. Bizim davranışımız, sözümüz, fəaliyyətimiz vasitəsilə Azərbaycanı da tanıyırlar. Özbəkistanda fəaliyyət göstərdiyi müddətdə təkcə auditoriyada deyil, auditoriyadan kənar diasporla iş üzrə Dövlət Komitəsi vasitəsilə dəstək alırdım. Orada yaşayan Azərbaycanlılara da tədris edirdim. Mən onu qeyd edeyim ki, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində və Nizami adına Pedaqoji Universitetdə özbək gənclərinə, 100-dən çox özbək gəncinə Azərbaycan dilini tədris etməklə yanaşı, eyni zamanda Diaspora Komitəsinin dəstəyi ilə orada yaşayan Azərbaycanlılara da Azərbaycan dilini tədris edirdim. Eyni zamanda televiziyada, KİV vasitəsilə də Azərbaycan dilinin tədris və təbliğ məsələlərini də öz fəaliyyətimdə geniş təbliğ edirdim. Və hal-hazırda da o bir il yarım doğrudan da mənim üçün bir Azərbaycanlı kimi çox qürur mənbəyidir. Bununla fəxr edirdim ki, Azərbaycan dilini həm sevmək, həm də digər ölkədə sevdirmək bu böyük bir məsuliyyət idi. Hal-hazırda da fəaliyyətimi Azərbaycan Universitetində davam edirəm və Azərbaycan Universitetində də əcnəbi tələbələrə, xarici tələbələrə Azərbaycan dilinin yenində tədrisi ilə məşğulam. Dilimi, dövlətimi, millətimi çox sevirəm və başqa ölkədə olanda nə qədər bu məsuliyyətli olduğunu bir daha anladım və onu deyim ki, Azərbaycan himni çalınanda belə istər-istəməz gözümdən yaşlar axırdı. Bu da vətənimə nə qədər sevgimi olduğunu mən orada bir daha hiss elədim. Burada olan hər kəsə Azərbaycan dilini, Azərbaycanı, vətənimizi sevən və burada onu doğrudan da bir daha sübut edən, bir ocaq altında, bir işıq altında yığışan hər kəsə təşəkkür edirəm. Fuad müəllim də sizə xüsusi təşəkkür edirəm ki, bu tədbir vasitəsilə bizi bir araya gətirdiniz. Sağ olun. Sağ olun Vətən xanım. Vətən xanım təvəzzükarlıq elədi. Mən həqiqətən o prosesdən içindim, içindəydim. Özbəkistanda necə çətinliklə, fiziki, mənəvi çətinliyin içində bu dilimizi orada təbliğ eləyirdi. Çox həqiqətən ağır bir şərait idi, amma yenə də buna baxmayaraq bu zaman içində böyük işlər gördüm. Minnətdarıq sizə Vətən xanım. Çox sağ olun.
Mən istərdim Elxan müəllim Hollandiyadan çıxış eləsin. Çünki Elxan müəllimdən biz elə layihə çərçivəsində müsahibə də almışıq və çox gözəl müsahibədə təkliflər verib. Yəni kimsinsə maraqlı olsa mətbuata yayımlanıb müsahibəni oxuyub oradakı o Azərbaycan dilinin təbliği ilə bağlı fakt, onlar orada necə Azərbaycan dilini qoruyurlar. Bundan bağlı o təkliflərini, onların praktiki orada fəaliyyətini o müsahibədən oxuya bilərlər. Elxan müəllim, buyurun, sizi dinləyirik. Salam, hörmətli iştirakçılar, dəyərli soydaşlarımız. Mən Fuad bəy səhər danışmışdıq, biraz qripləmişəm. Səsimdə ola bilsin, biraz problemlər var, üzrlü sayın. Hamınızı səmimi qəlbdən salamlayıram. Bugün burada ana dilini unutmamaq mövzusunda bir araya gəldiyimiz çox önəmli və mənalıdır. Fuad bəy, sizə də təşəkkür edirəm ki, bu layihəyə də mənə də dəvət eləmişsiniz. Mənim də fikirlərimi önəm vermişsiniz. Çünki ana dili yalnız ünsiyyət vasitəsi deyil, o bizim kimliyimiz, tariximiz, milli yaddaşımız və mənəvi bağımızdır. Xüsusilə də xaricdə yaşayan soydaşlarımız üçün ana dilini qorumaq daha böyük məsuliyyətdir. İnsan vətənindən uzaqda yaşaya bilər, amma dilini yaşatdığı müddətdə milli kimliyini də yaşadır. Uşaqlarımıza Azərbaycan dilini öyrətmək, yəni burada məcburiyyətdən deyil, onları bu dilə sevdirərək öyrətmək lazımdır. Evdə bu dildə tanışmaq, milli musiqimizi, ədəbiyyatımızı və adət-ənənələrimizi yaşatmaq gələcək nəsillərə qoyduğumuz ən qiymətli miras ola bilər. Bugün dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar öz dillərinə və mədəniyyətlərinə sahib çıxaraq Azərbaycanı layiqincə təmsil edirlər. Yəni biz də Hollandiyada həftə sonu məktəbimiz fəaliyyət göstərir. Yəni Azərbaycan dilində orada gənclərimiz üçün həftə sonunda Azərbaycan dilində tədbirlər planı hazırlanır və onlara dərsliklər təqdim olunur. Ana dilinin insanın ruhudur, dilimizin ünsiyyətidir. Keçmişimizdə olan bağlılığımızın zəifliyidir. Ona görə də harda yaşadığımızdan asılı olmayaraq Azərbaycan dilini sevmək, qorumaq və gələcək nəsillərə ötürməliyik. Sonda demək istərdim ki, xaricdə yaşayan bütün soydaşlarımız da unutmayaq ki, onlarla da ana dilində tədbirlər planına cəlb edək ki, onlar da gənclərimiz də bu faydalardan yararlansınlar. Onların milli kimliyinin qorunmasında Azərbaycanla əlaqələrinin davam etdirilməsi üçün birlik və həmrəylik çox vacibdir. Biz bir millət və bizi birləşdirən ən güclü körpülərdən biri də məhz bizim ana dilimizdir. Əlbəttə ki, Diaspora Komitəsi də xaricdə yaşayan Azərbaycanlıların ana dilini mənimsəməsi üçün də çox önəmli işlər görürlər. Bu yerli təşkilatların da üzərinə belə məsuliyyət düşür ki, yəni Azərbaycan dilinin gənclərimizə bunu təbliğ eləsinlər. Əfsuslar olsun ki, bəzi valideynlər evlərində övladları ilə məhz Azərbaycan dilində deyil. Məsələn, mən bu Hollandiyada yaşadığım üçün artıq 25 ildir bir çox ailələrlə ünsiyyət qururuq. Üzülərək söyləmək istəyirəm ki, bəzi ailələrdə baxırıq ki, övladları Azərbaycan dilində danışa bilmir. Evlərinə qonaq gedirik, ya bizə qonaq gəlirlər. Övladına bir söz soruşursan, anası, atası bildirir ki, yox, Azərbaycan dilində anlamır. Çox üzücüdür bu. Yəni, bunlara gərək biz çox ciddi
yanaşmalıyıq. Çünki tarixdə də var beləsinə ki, bir çox imperiya dövlətlərinin tərkibində olan xırda xalqların demək olar ki, dilləri itib hamısı. Belə bir misal da var ki, əgər bir milləti məhv etmək istəyirsən ki, ilk öncə onun dilini, sonra mədəniyyətini əlindən alarsansa, o milləti demək olar ki, məhv etmiş olarsan. Yəni onu soyqırımla ya öldürməklə deyil, dilini almaqla həmin milləti məhv etmək olar. Bunun biz SSR-nin vaxtında da biz bunun şahidi olmuşduq. Demək olar ki, millət artıq öz ana dilindən çox rus dilinə də önəm verirdi. Çox şükürlər olsun ki, artıq öz müstəqilliyimizi qurmuşuq, artıq öz suverenliyimizi bərpa etmişik dövlətimizin, milli ordumuzun gücü sayəsində. Ona görə də ana dilimizi yaşatmalıyıq. Mən bayaq diqqətlə qulaq asdım. Bizim çox gözəl burada fikirlər səsləndi dilçilər tərəfindən, yoldaş soydaşlarımız tərəfindən. Biz xaric deyəndə bizim əlbəttə ki, Azərbaycanda ana dili, Azərbaycan dili geniş təbliğ olunur. Ancaq xaricdə götürüləndə, məsələn, İranda bizim Azərbaycan dilimiz, məsələn, orada təbliğ olunmur. Orada təhsillər yoxdur bu səviyyədə. Yəni, bunlara da önəm vermək lazımdır. Bir dənə üzücü odur ki, bizim bu cənub soydaşlarımız, məsələn, Hollandiyada mən bu 25 il ərzində, yəni onları cəlb edə bilmirik yanımıza. Çox az bir miqdarda yaxınlaşırlar. Yəqin ola bilsin ki, onlar da mollalardan biraz çəkinirlər, qorxurlar ki... İlham müəllim, qısa eləyər sizə zəhmət olmasa. Bu qədər Fuad bəy. Mənə söz verdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun İlham müəllim. Narahat vəziyyətdə siz də qoşuldunuz bizə, minnətdarıq. Mən istərdim Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərdi müəllim, mənim keçmiş bir tələbə yoldaşım, bir fakültədə oxumuşum. İndi mən qürur duyuram, sevinirəm ki, bugün artıq Avstraliyada bir diaspor təşkilatı sədridir. Buyur Fərdi bəy, siz işdirik. Can Fuad bəy, hamınızı salamlayıram əziz dostlar. Hər vaxtınız xeyir olsun. Sizi Mozart'ın şəhərindən salamlayıram. Təşəkkür ederim. Mən gördüyümüz, Avstriyada gördüyümüz, ələxüsus da Salzburg şəhərində gördüyümüz işlər barəsində məlumat vermək istəyirəm ki, bugün Salzburg Azərbaycan evi Diaspora Dövlət Komitəsinin dəstəyi ilə açılıb və Salzburg Azərbaycan evində 20-dən çox uşaq gəlib Azərbaycan dilini öyrənir. Bunların arasında burada doğulan uşaqlar, valideynləri müəyyən iş üçün gəliblər bura, qalıblar, burada çalışırlar, burada uşaqları doğulub, boya başa çatır, bu uşaqlar gəlir. Ondan sonra Ukrayna müharibəsinin düşdüyü ərəfədə Avstriya, Salzburg şəhərinə gələn bizim soydaşlarımız öz uşaqlarını gətiriblər. Bu günləri Azərbaycan evində öz dilimizi, öz ana dillərini öyrənirlər. Sevindirici hal budur ki, Salzburg Azərbaycan evində Azərbaycan dilindən başqa Azərbaycan ədəbiyyatı və tarixi dərsləri var. Bu günləri Salzburg Azərbaycan evində Azərbaycan tarixi, Azərbaycanın dili, ədəbiyyatı, Azərbaycan musiqisindən uşaqlar dərs götürürlər və mən sevinə-sevinə Azərbaycan evimiz haqqında danışa bilərəm. İstəyim də bu olar ki, digər ölkələrdə də bu cürünə evlər daima öz millətimizi cəlb eləsin. Çünki biz burada birlik, bərabərlik, indi hal-hazırda da mən Azərbaycan evindəyəm, bizim soydaşlarımız yığışıblar, bir süfrə arxasında xoş söhbət edirlər, övladlarımız da buradadır. Sevinərək deyirəm ki, bizim diasporamız Avstriyada böyük işlər görür öz ana dilimizin təbliğatında. Bizim
İrandan olan soydaşlarımız. Bizim İranlı qardaşlarımız belə öz övladlarını gətirib Azərbaycan evində dədə-baba dillərini, öz ata dillərini bizdən öyrənirlər. Bu qədər. Mən çox Çox sağ danışıb olun. vaxtınızı almaq istəmirəm. Təşəkkür edirəm Bir-birləri Fərid bəy. Minnətdaram. hamını Həqiqətən dəvət edirəm. Kimin yolu düşsə Facebook şəhərinə buyursun gəlsin möhtəşəm Azərbaycan evimizi ziyarət eləsin. Burada inşallah. gördüyümüz işləri görsün. Sevinç xanımgilin belə tədbirləri, belə yəqin ki, gələcək layihələr var. İnşallah Sevinç xanım, Fərid bəygilin qapısı hər zaman açıqdır sizin üçün. İnşallah. Təşəkkür edirəm Mən inşallah. çox minnətdaram. Həqiqətən diasporada 304 komitəsi tərəfindən belə Azərbaycan evlərinin müxtəlif şəhərlərdə, ölkələrdə açılması, elə həmin evlərdə Azərbaycanlı uşaqlar Azərbaycan dilini öyrənməsi üçün çox mühüm bir effektiv orada nəticələr olur. Bizim başqa ölkələrdə də, məsələn, mən istərdim Rusiyadan Ramil Səlfov qoşaq, çünki onlar bildiyim qədər bu yaxınlarda elə Azərbaycan dilinin Moskvada səfirliyin danışıqları gedir, açılması ilə bağlı işlərə başlamaq üzrədirlər. Mən istərdim Ramil müəllim özü çıxış eləsin. Buyur Ramil müəllim, sizi dinləyirik. Bəli, dostlar, soydaşlar, qardaş. Nəzərə alın ki, Rusiyada birisi bu cür informasiya kommunikasiya texnologiyaları VPN ilə işləyir deyə internetdə qırılmalar olur deyə birisi də məlum müharibə ilə əlaqədar. Ona görə belə bununla bağlıdır ki, Ramil müəllim yəqin rahat qoşula bilmir. Bir də cəhd eləyərdi Ramil bəy, bəlkə qoşula bildiniz. Eşidilir səsim? Bəli, buyurun. Hə. Mən ümumiyyətlə Azərbaycandan kənarda, xaricdə 8 ölkədə Yəqin yenə də alınmadı Ramil bəyin qoşulması, çünki məlum dediyim məsələ ilə bağlı. Bəli. Buyurun Ramil bəy. Ha, eşidilir mənim səsim? Bəli, buyurun. Yəni təklifi bunun ibarətdir ki, biz Türk dünyası ilə birlikdə hərəkət edək. Çünki Ramil bəy, biz sizə eşidə bilmirik bildiyimiz məsələ ilə bağlı. Mən istərdim Zamir müəllim burdadır Ukraynadan. Onlar da hər zaman çıxış elə bilirsiniz Ramil bəy. buyurun mənim. Yəni Zamir bəy davam edə bilər. Mən bu yaxınlarda inşallah sizə şad xəbər verəcəyik. Yəni bizim artıq Azərbaycan dili məktəbi ilə bağlı təşkilatçılıq fəaliyyətimiz davam eləyir. İnşallah müvəffəq olaraq Azərbaycan dilinin məktəbini, Azərbaycan dilində təhsil verən orta məktəbi təkrar fəaliyyətə başlayacaq Allahın izni ilə. Hər kəsi salamlayıram təkrar. Çox sağ olun dəvət etdiyinizə görə. Çox sağ olun Ramil müəllim. Sizə də bu yeni məktəbin açılmasında uğurlar arzulayıram. Son olaraq mən istərdim Zamirin 1 saat artıq yarıma yaxındır. Zamir bəy, siz də öz qısa fikirlərinizi mümkünsə bildirərdiniz Ukraynadan. Zamir İsmailov.
Ramil müəllim, mikrofonu bağlayardınız, zəhmət olmasınız. Zamir bəy, biz sizi eşidə bilmirik. Siz? Bəli, buyurun. İndi eşidirsiniz məni Fuad müəllim? Bəli, buyurun Zamir bəy. Həyəcan siqnalları var, onunla əlaqədar ola bilər, internetdə biraz problemlər olsun. Mən sizin hər birinizi salamlayıram, dünya Azərbaycanlıları. Ukraynanın Mirgorod şəhərindən, Poltava vilayətindən qeyd elədim, bir yaxı eşitdiniz, eşitmədiniz. Mən burada anadan olmuşam və özüm diaspora sədriyəm. Ana dilim, Azərbaycan dilim mənim varlığımdır, mənim şəxsiyyətimdir. Dilimizi bilməsək, deməli, özümüzü bilmirik, tanımırıq. Yəni, mənim 2 dənə üzr istəyirəm, övladım da var, onlarla da ünsiyyət Azərbaycan dilindədir və bu əhəmiyyətli bir prinsipdir mənim üçün. Ukrayna dilində mükəmməl bilirəm, müəyyən dilləri də bilirəm, amma yenə qeyd edeyim ki, Azərbaycan dili bilmək vacibdir. Diaspora fəaliyyətimizi göstəririk, həm yerlərimizlə mütəmadi olaraq, həm hər zaman ünsiyyətli və onların övladları ilə ünsiyyətli və Ukraynada bizim təşəbbüsümüzlə bir qrup yaradılıb. Ukrayna həkimləri, Ukraynada çalışan həkimlərdir. Onlar gənc nəsil olanlar da var. Azərbaycan dilinin çətinliyi çəkənlər də var. Bizim təşəbbüsümüzlə belə bir qrup yaradılıb ki, o həkimlər bir-biri ilə ünsiyyət qursunlar, milli mənəvi dəyərlərini qoruyub saxlasınlar, kimliklərin, Azərbaycan dilin ünsiyyətli olsunlar. Ona görə ki, onlar elə bir kollektivdir ki, işdə də Ukrayna dili olur, amma Azərbaycan dilin bilmələri, yəni çoxları bilir, amma gənc nəsil var ki, dili bilmirlər də. Ona görə də biz davamlı əlimizdən gələn işləri görürük, çalışırıq ki, Azərbaycanlılar özləri ilə ünsiyyətləri sırf Azərbaycan dilində olsun. Başqa dili bilmək də o xoşbəxtçilikdir, daha yaxşıdır. Amma ana dilini bilməyib, başqa dili bilən insan mənim üçün mənə bir əhəmiyyət vermir də, açığını deyim sizə. Sizə Fuad müəllim, çox sağ olun ki, belə bir təşəbbüs etdiniz bu günlərimdən yeni həm yerlərimi, həm vətənlərimi, həmkarlarımı, diaspora nümayəndələrim burada gördüm, çox şad oldum və bir dəqiqə qeyd eləmək istəyirəm ki, bizim təşəbbüsümüzlə Fuad müəllim, siz bilirsiniz, Şəhər Tarixi Muzeyində Xocalı ilə əlaqədar stendlər yaradılıb, Azərbaycanın tarixi ilə, o soyqırımla əlaqədar və zəfərlə əlaqədar 44 günlük tarixdə biz Şəhər Muzeyində foto stendlər yaradırıq ki, Azərbaycan ordusu necə Qarabağı işğaldan azad elədi. Bütün yollar Ukrayna dilində tərcümə olunub və o yerli əhaliyə bildirişlə göstərilibdir. Hər birinizi salamlayıram. Allah sizin canınızı sağ eləsin. İnşallah müharibəmiz bitsin. Siz də gələsiniz Ukraynaya və yaxşı görüşək. Çox sağ olun. Təşəkkür edirəm Zamir bəy. Bu həqiqətən müharibə şəraitində, çətin şəraitində sizdə bu diasporla bağlı bu əhval-ruhiyyə, müsbət əhval-ruhiyyə varsa, bu vətənpərvərliyi qoruyursunuz. Sizə minnətdarıq. Bütün oradakı diasporumuza, ümumiyyətlə Azərbaycan diasporada dünya Azərbaycandan minnətdarıq və xüsusən bu bizim bu gün Zoom verilişində iştirak edən hər bir soydaşımıza öz minnətdarımızı bildiririk ki, vaxtı ayırdınız, bizimlə bir yerdə oldunuz, fikirlərimizi müzakirə elədik. Mən bir daha xatırlatmaq istəyirəm ki, bizim bu Zoom görüşümüz diaspor fəaliyyətinə jurnalistlərin dəstək İctimai Birliyinin QT-lərə Dövlət Dəstək Agentliyi maliyyə dəstəyi icra etdiyi ana dilini unutmuq layihə çərçivəsindədir. Bu layihə çərçivəsində biz müxtəlif ölkə diaspor özlərindən müsahibələr alırıq. Eyni zamanda 5 ölkənin diaspor təşkilatı saytında elə dilimizin təbliği ilə bağlı yazılar yerləşdiririk ki, yəni bugünkü Azərbaycanlı uşaqlar ana dilini unutmadan böyüsünlər və layihədə partnyorluq edədiyinə görə, bizə dəstək edədiyinə görə akademiyanın dilçi institutuna, xüsusən Sevinç xanım öz minnətdarlığımı bildirirəm. Ayrıca
Diasporada İşlə Dövlət Komitəsinin rəhbərliyinə və bizim bu uzun verilişində iştirak edən bütün əməkdaşlarına biz minnətdarlığımızı bildiririk ki, bizlə bir yerdə oldular. Hər birinizə bir daha minnətdaram, çox sağ olun və kimlərinsə nəsə təklifləri olarsa, biz məmnuniyyətlə bu təklifləri gözləyirik. Yəni bizim Facebook ünvanımızdan da yaza bilərsiniz, bizim telefonumuzda açıqdır, yəni bilirsiniz. İstənilən təklifləri çox xoşlar ki, sizlərdən alaq və ondan istifadə edək. Bir daha sağ olun, gecəniz xeyrə qalsın. Çox sağ olun ki, birgə oldunuz. Var olasınız, minnətdarım. Çox sağ olun. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Amin. Sağ olun. Allah amanında olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.